İngilis dilində keçmiş zaman düşündüyünüzdən daha sadədir. Amma bəzi insanlar did və didn't ilə bağlı bir sıra səhvlər edirlər. Bu videoda 5 dəqiqədə keçmiş zamanı tam başa düşəcəksiniz. Elə isə başlayaq. Keçmiş sadə zaman ingilis dilində past simple tense form adlanır. Gəlin görək bu zaman forması hansı hallarda istifadə olunur. İlk olaraq keçmiş sadə zaman keçmişdə baş verib tamamlanmış hərəkətləri bildirmək üçün istifadə olunur. Məsələn, I watched the movie yesterday. Bu zaman forması keçmişdə ardıcıl şəkildə baş vermiş hərəkətləri bildirmək üçün də istifadə olunur. Məsələn, bu cümlədə olduğu kimi. He opened the door, entered the room, took his jacket and went out. Bu zaman forması həm də keçmişdə adət halını almış, təkrarlanan hərəkətləri bildirmək üçün də istifadə olunur. Məsələn, I always visited my uncle in my childhood. Bu zamanı göstərən bir sıra zaman zərfləri var. Yesterday, last week, last night, lastla olan ifadələr, ago, in 1990s və s. Bu zaman isə gəlin keçmiş sadə zamanın düzəlmə forması ilə tanış olaq. Keçmiş sadə zamanda feillər iki yerə ayrılır. Regular verbs, yəni qaydalı feillər və irregular verbs, yəni qaydasız feillər. Qaydalı feilləri düzəldərkən feilin sonuna id şəkilçisi artırılır. Məsələn, work, worked, play, played. Amma bunu xüsusi olaraq qeyd etməliyəm ki, bu şəkilçi hər zaman eyni cür oxunmur. Ümumilikdə bu şəkilçinin 3 cür oxunuş qaydası var. Gəlin onlarla tanış olaq. Əgər feil K, P, F, S, SH, CH kimi səslərlə bitirsə, onda bu şəkilçi T kimi oxunur. Məsələn, work, worked, watch, watched, laugh, laughed. Əgər feil samit səsləri ilə bitir, amma T və D səsləri ilə bitmirsə, onda D kimi oxunur. Məsələn, play, played, leave, lived, clean, cleaned. Əgər feil T və D səsləri ilə bitirsə, onda bu şəkilçi id kimi oxunur. Məsələn, want, wanted, start, started, need, needed və s. İndi isə gəlin qaydasız feillərdən tanış olaq. Qaydasız feillər bayaq qeyd etdiyim qaydaya tabe olmur. Onlar kökündən dəyişir. Məsələn, go, went, eat, ate, see, saw, break, broke və s. Qaydasız feillərin siyahısını açıqlama qismində paylaşacağam. Kim istəyirsə oradan axtarıb tapa bilər. İndi isə gəlin keçmiş sadə zamanın inkar forması ilə tanış olaq. İnkarı düzəltmək üçün did not və yaxud da didn't köməkçi feilindən istifadə olunur. Bu köməkçi feil bütün şəxslər üçün eynidir. Burada vacib bir qayda var. Biz keçmiş sadə zamanın inkarını düzəldərkən didn't-dan sonra feili başlanğıc versiyada, yəni tusuz məsdər halında istifadə etməliyik. Əks halda bu səhv olar. Məsələn, I didn't go to work yesterday. Əgər mən bu cümlədə didn't-dan sonra go yox, went feilini istifadə etsəm, bu cümlə səhv olar. İndi isə baxaq sual cümlələri necə düzəlir. Sual cümlələrini qurmaq üçün did köməkçi feili mübtədadan əvvələ keçir. Məsələn, did you watch the movie yesterday? Bayaqçı qayda burada da tətbiq olunur. Yəni, diddən sonra əsas feil başlanğıc versiyada tusuz məsdər halında istifadə olunmalıdır. Yəni, did you went to the park yox, did you go to the park demək düzgündür. Əgər bu qayda yadınızda qalmırsa, belə yadda saxlaya bilərsiniz. Sual və inkar cümlələrində did əsas feildəki keçmiş sadə zamanı özünə götürür və əsas feil indiki zamanda işlənir. İnanıram ki, bu izahdan sonra bu qayda uzun müddət yadınızda qalacaq. İndi isə sizə bir sualım olacaq. Ekranda gördüyünüz bu cümləni ingilis dilinə necə tərcümə edərsiniz? Cavablarınızı rəy bölməsinə yazın. İnanıram ki, bugünkü mövzumuz sizin üçün faydalı və maraqlı oldu. Əgər videonu bəyəndinizsə, videomu bəyənib şərh yazmağı və kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşərik.